ləzzət eləmədisə, sən harda qalırsan ümumiyyətlə? Mənim oğluma yazıb, Əli. O da yazıb ki, mən Zabratın özündə. Deyir, kolumu at, gəlim ora. Bağdır nahiyəsindən 2 yerdən uşağı bıçaqla vurur. Qolunu tutdu, dedi, bəri gəldi, mən tərəfə gəldi. Qolunu tutanda qayıtdı məndən, dedi ki, əmi, mən vurmuşam, amma qaçmıram. Ailənin üç övladı var, ikisi xəstədir, bir dənə sağ övladı. Sənin bıçaq xəsarətindən ölübdə. Yəni, mən istəyirəm ki, sən biləsiniz ki, hansı faciəyə sən hərəkət ediləyənəsiniz. Mehribançılığa getmişdiniz bu bir. İkincisi də siz ora çatanda hamıya da xəbərdarlar edirsiniz ki, dava eləmək olmaz. Və necə olsun, nə qərar gəldiniz ki, hansı momentdən sonra, hansı hərəkətdən sonra fikirləşdiniz ki, bax, bu an artıq bıçaq olur. Məsələniz onu durmalıdır. Mən açıq-aşkar belə deyirəm, mən burada durub yalandan deyim, mən bıçaq qorxusunu özüm çıxartmışam. Mən elə deyim ki, işimi azaltmağa çalışmaq kimi bir fikrim yox. Yanında onu yiyəcəyik.